Selam uşaqlar, biz bugün sizinlə məntiq dərsinin 95 və 96-cı səhifələrini yerinə yetirəcəyik. İlk öncə gəlin birinci sualla tanış olaq. 914, 474, 191, 413 olaraq verilib və qarşısında da qarpız dilimləri, meyvə dilimləri, limon dilimləri belə bir şeylər verilib. Portağal dilimi həmçinin. Burada nə edirik? Baxın, bu birinci sıra birinci sıraya aiddir. İkinci sıra ikinci sıraya aittir. Üçüncü sırada üçüncü sıraya aittir. İlk önce birinci sırayla başlayırıq. 9, 4, 1, 4. 2 dənə 4 var. Və gəlirik bu sıraya. Qırmızı, sarı, yaşıl, sarı. 2 dənə sarı var. Deməli, sarılar oldu nə? 4. Harda sarı var? Yazırıq 4. Bir dəfəlik. Harda sarı varsa bir dəfəlik işimizi görürük. Geçti ikinci sıraya. 1, 7, 9, 1. 2 dənə 1 var. Bu ikinci sıraya keçirik. Yaşıl, yaşıl, qırmızı, ağ, qırmızı. 2 dənə yaşıl var. Deməli, yaşıllar oldu 1. Harda yaşıl var yazırıq 1. Üçüncü sıra. 4, 4, 1, 3. 2 dənə 4 var, 1 var. Bunlara onsuz da yazmışdıq. Yerdə nə qalır? Portağal dilimi. Deməli, portağal dilimindən nə düşür uşaqlar? 3. Portağal dilimlərinə də yazdıq. 3. İndi alınan ədədlərə baxaq. 413 alınıb. Bunu birləşdirdik. 4 ilə başlayan bir də var 474. Deməli bu qırmızı, bunu bura birləşdirdik və qırmızı ağ olan 7'dir. 7 düşür. 191 bu 4 diyor. Axırı 14 ilə qutaran 914'dür. Qarpız diliminə düşür 9. Bu da avtomatik alınır 191. Deməli qarpız dilimləri də oldu 9. İndi bizdə nə alınır? 13 üstə gəl 34. 3'ün üstünə 4. 7. 1'in üstünə 3. 4. Cavab elədi 47. İndi baxın görün 47 hansı variantdadır? D variantında. Bu tapşırıqdan keçən səfər eləmişdik, amma toplama əməli idi. İndi çıxma əməlidir. Azalan çıxılan fərq və bizdən fərqi istəyir. Fərqi tapmaq üçün azalandan ilə çıxılanı çıxırıq. Deməli, bu bizim ümumi fiqurumuzdur və biz bunu çıxmalıyıq. Verilən fiquru çıxıram. Yəni üstündən xətt çəkirəm. Yerdə nə qalır? Düz xətt. Yerdə qalan bax budur. İndi bu da hansı variantda var? A variantında. Üçüncü sual. 25'ten neçə çıxsaq 21 qalar? 4. 3'ün üstünə 4. 7. 3'ün üstünə neçə gəlsə 8 eləyər. 5. Burada düşdü 5. Deməli gəmi 5'dir. Ulduz 7'dir. İndi bizdən nə istəyir? 5 üstə gəl 7. Eləyir 12. Qatar məntiqi. 36 olub 9, 42 olub 6, 27 olub 9, 13 neçə olacaq? 36'nı 4'ə böləndə 9 eləyir. Amma 42'ni 4'ə böləndə 6 eləmir. Deməli 4'ə bölmə deyil. Rəqəmlərinin cəmidir. 3 ilə 6'nı toplasaq 9. 4 ilə 2'ni toplayırıq 6. 2 ilə 7'ni toplayırıq 9. 1 ilə 3'ü toplayırıq eləyir 4. Deməli, rəqəmlərinin cəmidir burada məntiq. 28 ilə 36 52 olub, 39 ilə 63 96 olub, 46 ilə 31 75 olub, 85 ilə 12 neçə olacaq? İndi uşaqlar, ədəd artıbsa, geriyə bu ədədləri əvvəlcə toplayaq. Görək məntiqimiz nədir? 28 ilə 36'nı toplasaq eləyir 64. 64'ün 52'yə yaxınlığı yoxdur. 36'dan 28'i çıxsaq 8. 8'də nəyisə vursaq 52 eləmir. Buradakı məntiq nədir? Birinci ədədləri toplayırıq. İkinci ədədləri çıxırıq. 2'nin üstünə 3, 5, 8 çıx 6, 2. 3'ün üstünə 6, 9, 9 çıx 3, 6. 4'ün üstünə 3, 7, 6 çıx 1, 5. 8'in üstünə 1, 9, 5 çıx 2, 3. Cavab eləyir 93.
6-cı məntiq. 19 ilə 5, 5 olub. 25 ilə 3, 4 olub. 92 ilə 16 neçə olacaq? 19-un üstünə 5 gəlsək, eləyir 24. 24 də 5-ə bölünmür. Yəni 24-ü bölsəydə, neynəsəydə 5 cavabı alınmayacaq. Deməli, bu deyil. 19-dan çıxaq 5-i. Eləyir neçə? 14. 1-in üstünə 4, 5. 25-dən çıxaq 3-ü. Eləyir 22. 2-nin üstünə 2, 4. 92-dən çıxaq 16-nı. 12-dən 6, 6. 8-dən 1, 7. 7-nin üstünə də 6 gələndə eləyir 13. Deməli, buradakı məntiqimiz nə idi? Əvvəlcə verilən ədədləri çıxırıq. Sonra rəqəmlərinin cəmini tapırıq. Buradakı məntiqimiz buydu. 7-ci sual. Cədvəl tipli sualdır. Deməli, əvvəlcə biz buradakı məntiqin nə olduğunu tapmalıyıq. Cədvəl tipli suallarda, bax, bu həmişə bölünür. Yəni, yuxarı tərəf və sol tərəf toplanan və ya azalan çıxılan olur. Və bu da bizim məntiqimiz olur. Məntiqi hardan tapa bilərik? Baxın, burada 23 verib sizə. 23-ün yuxarısı nədir? 8. Solu nədir? 15. 15 ilə 8-i neynəsə 23 eləyir. Toplasaq. Deməli, məntiqimiz nədir? Toplama. İndi 13-dən yuxarı 9-dur. 13-dən sola o-dur. 9-un üstünə neçə gəlsək 13 eləyir. 4. Deməli, o oldu 4. L-nı tapaq. L-nın yuxarısı 8-dir. Solu 4-dür. 4-ü tapdıqda artıq. 8-in üstünə 4, 12. L oldu 12. Y-nı tapırıq. Y-nın yuxarısı 3-dür. Solu 15-dir. 15-in üstünə 3 eləyir 18. Deyək, bu tərəfdə yazmalıydıq. Y oldu 18. A-nı tapaq. A-nın yuxarısı 8-dir. Solu da 7-dir. 8-in üstünə 7 eləyir 15. İndi biz burada bunların nəyini tapmalıyıq? Cəmini. 18 ilə 12 eləyir 30. 15 ilə 4 də eləyir 19. 30 ilə 19-u toplayanda cavab eləyir 49. 8-ci sual və fiqurlar. Birinci atdığımız fiqurların tərəflərini tapmaqdır. 3 bucaq, 3 bucaq. 6. Bu da 6. 6 6-ya bərabərdir. Deməli, məntiqimiz doğrudur. 6, o da 5. 11. 4, 4. 8, o da 3, 11. Bunlar da bir-birinə bərabərdir. 6 bucaq, o da 4 bucaq. Eləyir 10 bucaq. Deməli, bu tərəfdə olmalıdır 10 bucaq. İndi gəlin görək, hansında 10 bucaq verilib. 4, o da 3, 7. 4, o da 4, 8. 3, o da 3, 6. 5, o da 5, 10. Bizə nə lazım idi? 10 və 10 da var D bəndində. Deməli, kubları sayırıq və ümumi cəmlərini tapırıq. Neçə mərtəbə var burada? 1, 2, 3 mərtəbə var. Neçədə nədir 3 mərtəbədən? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə 3 mərtəbə var. Deməli, 12-ni 3-ə vurmalıyıq. 12 vur 3. 3-ü 2-yə vururuq. 6, 3'ü 1'e vururuz 36. Deməli, buradan 2 dənə kub var. 36 dənə. İndi buranı tapaq. Bir dənə 3 mərtəbə var. 2 dənə 2 mərtəbə var. 2 dənə 2 mərtəbə 4. Bir dənə 3 mərtəbə 7. Bir dənə də qarşısında var. Deməli, 4, 7, o da 1. Burada da eləyir 8 dənə. 36'ın üstüne 8 gələndə neçə eləyir? 44. Deməli, burada 44 dənə kub var. 10-cu sual çox asan sualdır. Hansı şəkil fərqlidir? Şəkilə baxanda birinci gözə çarpan rənglər sarıdır, qırmızıdır və mavi bucaqdır. Bunlar hamısı eynidir. Fərqli sizcə nədədir uşaqlar? Baxın, buradakı aşağı kvadrat yaşıl, 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 amma buradakı nədir? Qırmızı. Deməli, fərqli olan da elə C bəndidir. Əlifba sırasına uyğun olaraq sözlərdən hansı birinci gələr? Əlifba sırasına əgər bilmək istəyiriksə, həmişə sözün ilk hərfi ilə başlayırıq. G,
G. Dördü de G ilə başlayır. Ö. Yenə Ö. Z. Dördündə də yəni 3 hərf eyni gedir. Biz A-nı götürəcəyik. Niyə? Çünki artıq burada bütün hərflər bitib və özündən sonra heç bir hərf gəlmir. Deməli bu sondur. Amma yəni başlanğıcdır daha doğrusu. Ələr həmin başlanğıcdan sonra gəlməlidir. Ona görə də birinci əlifba sırasına görə göz olur. Sonuncu sualımız. Analogiyanı tapın. Hidrosfer sudursa biosfer nədir? Biosfer sözünün mənası bütün canlılar deməkdir. Bütün yəni təbiət deməkdir. Ona görə də götürürük B bəndini.